İndiden vurğulayıram, Kocaz kursunda ev tapşırıqları yoxdur. Olmayıb, olmayacaq. Deyir göydə bulud, layihəni unut. Əgər proqramlaşdırma səviyyəsi hələ o deyil. Kocaz kanalında proqramlaşdırma yetərincə var, hələ olmaqda da davam edəcək, amma vaxtıdır ki, həqiqətən vaxtıdır ki, kursa başlayaq. Kocazçılar, proqramlaşdırmanı sevənlər, proqramlaşdırma havası ilə nəfəs alanlar, hər kəsə salamlar, necəsiniz? Bugün Kocaz kanalında söhbət time'da söhbətimiz həqiqətən də maraqlı olacaq. Söhbət gedəcək özümüzdən. Kocaz kanalında yetərincə video var ki, bunların hamısı sonunda dönüb olsun kurs. Bu səfərində mən həqiqətən də Kocaz haqqında ətraflı danışmaq istəyirəm və həmin videolardan artıq ərsəyə gələcəkdəki bu kursdan da danışmaq istəyirəm. Nələr bizi gözləyir, nələrə hazır olmaq lazımdır və ümumiyyətlə məqsəd nədir? Belədir ki, yaxın durun. Özünüzə gözəl çay, kofe, nədirsə hazır edin. Biz başlayırıq söhbət time'da. Kocaz getdi. Deyir, nədən başlayasan, nəyi deyəsən, amma gəlin belə deyək. 2022-ci ilə qədər şəxsən mən istər fərdi, istərsə də qrup şəklində yetərincə dərs demişəm. İstər Python, PHP, JavaScript. Tələbə sayı heç az olmayıb, amma tələbələrlə ünsiyyət, tələbələr çox maraqlı məsələlər, praktiki həlləri necə edərdilər, onlarla bərabər canlı bir kod yazmalar yetərincə məni onlarla ünsiyyətə gətirib çıxarırdı və həqiqətən də bir də görürsünüz, bir mövzunu özləri araşdırmaq istəyirlər. Ən böyük dərdləri, ən böyük problemləri sonda nə ilə qutarırdı? Müəllim, Azərbaycanca bir şey yoxdur. Heç nə yoxdur deyə vurğulayırdılar. Mən də artıq bunu bir dəfə yox, 10 dəfə yox, az qala 100 dəfə gedəndən sonra qərar verdim ki, ən sonuncu tələbəmin, ən sonuncu deyəcəyim mövzuya gələnə qədər deyib bu məsələni bağlayıram və istər praktiki məqamları, istər dərslərim, fərdi deməli yanaşmalarım fərqi yoxdur, hamısını dayandırıram ki, bu Azərbaycanda sonra heç bir kəs deməsin ki, yoxdur da, YouTube'da Azərbaycanca mənim istədiyim mövzular çoxluğu proqramlaşdırmaya dair yoxdur deməsinlər deyə 2022-də dərslərimi dayandırdım, dedim vaxtıdır. Bax, mən indi brend yiyələrini çox gözəl anlayıram. Həqiqətən öz məhsuluna ad fikirləşmək və onu dərin araşdırmaq böyük bir vaxt istəyir. Və siz bilsəniz ki, Kocaz kanalı adına necə gəlmişəm, dəhşət. Yəni, mən indi deyə bilərəm ki, sözün düzü, Kocaz ən sonda ağlıma gələn bir şey olub. Ondan qabaq Yunan adları, Latın mənşəli sözlər və s. və ilaxır. Çox maraqlı şeylər eləmək istədim. Hətta Azərbaycan sözləri ilə də oynayıb bir maraqlı, müəyyən, çox gözəl ideyalar var idi, amma hələ ürəyimcə deyildi. Çünki proqramlaşdırmanı bəlkə də çox da təmsil etmirdi bu sözlər. Amma bir gün çox maraqlı bir sıçrayış oldu. Özü nə vaxt? Fevralın 14-ü. Mən bir tələbəm var idi. Əgər proqramlaşdırmada nəysə anlayırdı, deyirdi, hə müəllim, danq elədi, artıq bildim. Neysə, mən də dedim, ay Allah, mən buna nə ad verim, nə edeyim, amma istəyirəm ad səbəbən bir şey olsun. Və elə oldu ki, kod yaz sözü mənim üçün aydın məsələdir ki, sadə və anlamlı bir sözdür. Mən kod yaz sözünə heç qaçmırdım, əsla. Amma necə oldu? Mən domen yiyəsiyəm, .az özümə ala bilirəm. Birdən mən dedim ki, yəni, kodyı.az. Mən bunu alsam, kanalda kodi olaraq oxunsa və salam da kodi az. Belə nöqtəni yığışdırsam kod yazdı. Belə ki, hər kəsin işi kod yazmaqdır. Amma domenimi təmsil edəcək bir imkan dedim, tapdım. Sadə, məqsəd yönlü və tam istədiyim. O qədər variantlar var idi, gülməli. Amma Kocaz, mən həmişə də ona elə də səsləndirəm. Kodiaz. Kodiaz domen səbəbi ilə səslənən, Kodiaz sözünü təmsil edən bir kanaldır.
fevralın 14'ü tam özümdə hə deyən kimi artıq YouTube'da kanalı açdım. O zamana mənim kameram var idi, amma işıqlandırma yox. Sonra eyni zamanda mənim rəngli işıqlarım yox və s. və ilaxır bir çox şeylər yox idi. Sonra ayrıca mikrofon söhbəti, da ona söz yox. Mən o mikrofonları öyrənənə qədər, mən o hansı daha yaxşıdır, hansı məqsədi yönlüdür, əməlli başı vaxt getdi. Fevraldan avqusta kimi mənim işim bütün demək olar ki, avadanlıqlarla özümü təmin etmək idi. Üstəlik də ki, sonra heç vaxt etmədiyim bir işə girişmək idi. Montaj. Çəkiliş olunan videonu montaj etmək dəhşət bir şeydir. Yəni, hamı sonunda məhsula baxır, amma bilmirlər ki, sənin arxasında nələr var. Mən bu montajı öyrənənə qədər və özümdə həmin o fevraldan avqusta qədər özüm üçün fərqli şeylər çəkirdim və onu montaj edirdim. Bugün ərsəyə gələn videoların çoxsu o vaxt dərin işlədiyimin səbəbidir və mən də istəyirəm ki, mənim Kodiaz kanalım hər şey təmsil etsin. Proqramlaşdırmanı, iradəni, eyni zamanda işə özünü necə verirsən, hər şey təmsil etsin. Nəysə, həqiqətən də avqustdan ilk videomu çəkdim. O nə video idi ilahi? O ki, təzə başlayanlar var, qorxur, çəkinir, etmir. Mənim dostlarım var ki, başqa sahədədirlər və özlərini nədənsə çəkinirlər də çəkməyə və yaxud söhbət eləməyə. Bir gələcəyin daha yaxşı bloger olması üçün buna düşünürlər ki, birbaşa möhtəşəm diksiyan, möhtəşəm ideyan olmalıdır, nə bilim, möhtəşəm özünü bir dəfəlik çəkməlisən. Da demirlər ki, bu praktika ilə gəlir. Bu uğursuzluqlar silsiləsinin sonda uğurlu bir nəticəsidir. Hər şey elə belə olmur ki, ilahi o nə video idi mənim birinci videolarım. Düzdür, məqsəd yolunu, hər şey gözəldir, amma o ton, o danışıq, o start, yəni mən o videoları silmirəm. O qədər videolarımda səhvlər də var. Ondan heç birini silmirəm. Necə var, elə də tarixə gedir. Və mən hər dəfəsində baxdığım videolardan çalışıram, ibrət götürüb növbətiyə keçid alım. Mən Azərbaycanda maraqlı video, maraqlı content, məqsəd yönlü proqramlaşdırmada əsas bilməli olan nələrdirsə, onları çəkmək çox istəyirdim. Başladım Python'dan. Əslində daha çox PHP-dən başlamaq istəyirdim. Amma başlamağa nəsə mənə mane olurdu. Yəqin ki, Python silsiləvi şəkildə, ciddi şəkildə elə addımlayırdı o ərəfədə ki, dedim yox, gəl Python'dan başlayayım və asla gedəcəkdir. Bugün Python, PHP, JavaScript. Bu üçü də var və çox maraqlı formada çəkiliş etmişəm. Mən YouTube açmaqla bərabər eyni zamanda paralel həm Instagram açdım, həm TikTok açdım, həm eyni zamanda LinkedIn açdım, Facebook'umda var və Threads da var. Ümumiyyətlə, bizimkilər hər hansı bir platformada harda varsa Kodiazı tanısın və bunların hamısı sadəcə YouTube'a gedən yoldur, başqa bir şey deyil. Amma mən bu ərəfədə 2022-dən başlayaraq bugünkü günə kimi elə bir şərait qurmuşam ki, sualı olan, sözü olan, proqramlaşdırmaya marağı olan, dərsə marağı olan, dərs nə vaxt olacaq soruşmaq istəyən, ümumiyyətlə hər kəs üçün çalışmışam şərait qurum və əslində sosial mənim şəbəkələrim indi bu saat deyim ki, fəğan edir və nə qədər çox deməli bağlı olanlar var həmin sosial şəbəkələrə. Yox, sadə bildiyiniz akkaunt açmışam. Niyə ki, mənimlə əlaqə saxlaya bilsinlər, YouTube'a kommentə yazsınlar, Instagrama yazmaq istəsələr yazsınlar. Amma məqsədim YouTube'da dərsləri gözəl oxusunlar, təmənnasız olan dərslərə çox böyük maraq göstərsinlər. Çünki Azərbaycan dilində mən də başa düşürəm ki, yəni əslində mən başlamadan qabaq da var idi, onun sözü yox. Amma tam dolğun olmayan təzə mövzuları atıb sonra aydın məsələdir. Bu qədər də asan bir iş deyil video çəkmək, dərs çəkmək. Başlayıb sona qədər mövzuları verməyənlər də var idi və bu səbəbdən də hərdən deyirdilər ki, yox da tamamı yoxdur və o səbəbdən yaratdım. Həm YouTube, həm də sosial şəbəkə və baxmadım. Neçə nəfər abunə olub, nə qədər qabaqdadır, heç baxmadım və mən anlayıram ki, belədir ki, oxumaq istəyən, marağında olan tapacaq da, yazacaq da, öyrənəcək də.
Baxın, mən əlimə telefon aldım. Özüm sanki bir hesabat yönümlü bir deməli Kodias kanalında mövcud olan videoların sayını bildirim və hətta səhv etmirəmsə Pythonda sonlara artıq yaxınlaşmışdım və orada vurğuladım 130 mənim videom var. Mən sadəcə indi playlistə baxıram. Adi məsələ ki, mənim playlistimdə nəinki Python, JavaScript və PHP var. Ayrıca mən istəmişəm ki, istifadəçi, gələcəyin gözəl proqramçısı eyni zamanda anlasın ki, əgər macOS əməliyyat sistemi istifadə edirsə, o nələri bilməlidir. Mən özüm şəxsən 2011-ci ildə ilk birinci özümə MacBook Air alanda artıq Windows 7 idi o zamanları. Mən Windows'dan ayrıldım, keçdim macOS əməliyyat sisteminə və o vaxtdan bugünə kimi ancaq macOS'dayam. Və bütün nələri edirəmsə, nələri bilirəmsə, məhz ondan başlamışam. Hətta həmin kompüter hələ də indi var və hələ də işləyir. Və ondan başqa da mən macOS əməliyyat sisteminə dair videolardan başqa çalışmışam. Swift'ə dair də çəkim, eyni zamanda verilənlər bazasına dair çəkim və ümumiyyətlə çox maraqlı video sayı olub məndə. Mən 400-ü say olaraq keçmişəm. Shortslar, Python'a dair shortslar ümumiyyətlə başqa bir aləmdir. Python'ı az da olsa gözəl tanımaq istəyirsinizsə, həmin bir dəqiqəlik videolar silsiləvi çəkdiyim, birinci çəkdiyim videolara həqiqətən də nəzər yetirməlisiniz. Beləliklə mən deyə bilərəm ki, mənim Python'ım artıq 131 videodur və müəyyən videolar hələ də çəkəcəm. JavaScript 38 və ona dair əslində videolar çəkəcəm və düşündüm ki, ən son kurs olaraq başlayacağım JavaScript olacaq. Çünki önəm sona verdim. PHP gördüm ki, PHP yaman azalır, amma hər şey backend olaraq önəmli məqamı PHP-dədir. O da ona söz ola bilməz də, yəni bir mənalı olaraq. JavaScript isə bütün dillərin şahı və ürəyidir. Nə mənada? Sənin bilməli olduğun, mütləq bilməli olduğun dildir. İsən Python'da ol, yenə JavaScript lazım olacaq. İsən PHP'də ol, yenə JavaScript lazım olacaq. İsən Java'da ol, C Sharp'da ol, harda olursan ol, sənə JavaScript lazım olacaq. Ona görə bu artıq danılmaz bir faktdır. Və sən demə, mənim artıq yetərincə, həqiqətən də yetərincə bir videolarım var. 400'ü atıb keçib artıq 435'dir. Səhv eləmirəmsə, bəlkə də ondan da çox. Və Python 131, JavaScript 38, PHP 47 söhbət time'larım mənim ayrıca bu ona qədər 64 videom var. Swift'ə dair demək olar ki 29 video çəkdim və Swift'i bağladım. Swift'in o təlim videolarını bağladım. İnşallah keçəcəm Swift'in artıq ana özəyinə və dil olaraq, proqram olaraq yazmağa başlayacaq. Amma təzə başlayan üçün bax, orada 29 çəkdiyim video çox vacibdir. O addımlarla getsə bir çox şey anlayar. Və eyni zamanda verilənlər bazası nədir, necə işləyir, Python'a dair qoşulmalar və s. və SQL kod anlamı bax orada gözəl göstərilib 9 videoda. Bu çörəkdir. Bu həqiqətən də bilmək lazımdır. Və PHP-də ayrıca da bu vurğulanacaqdan başqa verilənlər bazası ilə mən ayrıca elə bunları keçəcəm mütləq şəkildə. macOS əməliyyat sistemi üçün vurğulanan videolar 9 amma əsaslı videolardır. Bu videolarla siz çox qabağa gedəcəksiniz, həddən ziyadə bir mənalı olaraq. Və eyni zamanda shortslarım artıq 80'ə çatıb da, demək olar 79'dur. Live koda dair mən birazdan ayrıca danışacağım. Hələ ki 2 videodur. Bu ayrıca bir danışacaq bir mövzudur. Amma informatika testlərinə dair də, çünki nədənsə informatikada Python'ı bir də elə bərbad halda göstərirlər. Mən istəyirəm ki, sadəcə informatikada abituriyent Python'a dair nələri düzgün bilməlidir, onu göstərim. Əgər yanlış təqdim edilirsə, nədənsə onun başlanğıcda Python'ı diri-diri, gözəl, dərin bilən və onun kodlarını göstərən çox azdır ki, o kodlara baxsanız deyərsiniz, ayda C Sharp 1000 dəfə bundan yaxşıdır. Nə qədər belə kompleks kodlar, sətirlər var, amma nədənsə təzə başlayanda elə sadə, elə nətər demək, insanı sadəcə bir güvən verən bir dilə oxşayır. Fərah, sadə,
onu hamı yazar kimi bir formatdır və onu elə təqdim edirlər ki, Python budur da, Python o deyil. Və harda nə yanlış deyilsə çalışmışam. İnformatika dərslərində bunu bildirim. Bir də rus sektoruna dair ayrıca mənim informatika hələ biliklərim davam edəcəkdir. Çünki mən öz adımdan deyə bilərəm ki, mən rus bölməsinin yetirməsiyəm və mənim hər bir şeyim bu ana qədər öyrəndiklərim həmin dil vasitəsilə əldə olunmuşlardır. Amma eyni zamanda da mənim o Azərbaycanlılarım ki, Rusça təhsil alıb və ciddi şəkildə informatikaya dair müəyyən şeylər var ki, bilmək istəyirsə, onu da çəkirəm və beləliklə yalan olmasın, görün 435 və ondan da çox videolarım var. Bu bir mənim hesabatımdır. Biləsiniz ki, Kocazda bunlar var deyə bugün Kocaz kursa dönməyə cəhd edir. Biraz da həqiqətdən danışaq. Deməli, Life Code adında mənim playlistim var. Dedim ki, orada 2 video var, düzdürmü? Niyə 2? Niyə belə az? Ayrıca onu vurğulayım ki, mən buna qədər az çəkməkdə səbəbim ondan ibarət idi ki, mən istədiyim hələ OP-yə Python'da gəlməmişdim ki, onu yalandan çəkim deyim ki, baxın, data struktur belə təmsil olunur Python vasitəsilə. Və yaxud da ki, fərq eləmir. PHP olsun, JavaScript olsun, nə fərqi var? OP-si gözəl vurğulanandan sonra bunlardan danışmaq lazımdır və mənim işim ondan ibarət idi ki, OP gözəl təmsil olunan həmin bu 3 dildə tədris etdiyim Kocaz kanalında və OP olmadan sizə bunu heç kim, heç vaxt düzgün göstərməz. Fərqi yoxdur. Bu Python'da ya yox. Eləsi var ki, C dilində gözəl göstərir. Nə fərqi var? Python'da göstərir. PHP-də anlam eynidir. OP varlığında vurğulamaq istədiyin data strukturu təmsil edəcək sətirləri istənilən kodda yaza bilərsən. Amma o kəslərə ki, OP-ni gözəl, həddən ziyadə gözəl bilir, anlayır və istifadə edir. Ki, orada mənim dediklərim fantastik görünməsin sizə. Bir də ki, mən ümumiyyətlə araşdırmışam. Mən Azərbaycan prizmasından danışa bilərəm. Çünki ruslar, ispanlar, amerikanlar mənim üçün başqa bir dünyadır. Orada hamı oxuyur. Orada hamı baxır. Həqiqətən çox ciddi şəkildə, rəqabətli şəkildə bu başqa bir şeydir. Amma mən görmüşəm, yaxşı data strukturlara dair Azərbaycan dilində bax, bu olmaya bilməz, bu var. Mən bir sıra fərdi yanaşan və yaxud da ki, kursu təmsil edən videolar görmüşəm. Hardakı data strukturları C dünyasından və yaxud digər proqramlaşdırma dilindən göstərib təmsil edir. Amma İçim mənim videolarım qarışıq, amma baxanı o qədər azdır. Maraqlananı o qədər azdır. Dəhşət. Bizdə bu dəhşət, amma dost tanışım nə qədər desə ki, sən canım, bunu kimə eləyirsən? Bax, bu video 30 baxış oldu. Bax, bu video sən yaratdın və buna 30 baxış oldu. Mən bu reklam etmirəm videolarımı. Mən bu videoları da satmıram ki, bildim, tamam satacağım, artacaq və s. və ilaxır. Onlar da haqlı, mən də haqlı. Və həqiqətən də mən baxdım ki, data struktura dair Azərbaycan dilində yetərincə video olsa belə və illər öncəsi bunu çəkib YouTube-da qoyublar, amma üzərindən 5-8 il keçib hələ də 120 baxış var. Bu deməkdir ki, bizdə nədənsə proqramlaşdırmanı düzgün formada oxuyub öyrənmirlər. Və həqiqətən də deyəsən, Azərbaycanda yaxşı proqramçı olmaq istəyən çox azdır, həddən ziyadə. Bu, mənim videolarıma baxanların sayından az olduğundan çıxış eləmirəm. Yox, mən 2022-də yaranmış bir kanalam. Məni qoyun qırağa. Mən elə təzə başlamışam. Mən o kanalları görürəm ki, həqiqətən də həm kursu təmsil edir, həm fərdi olaraq. Bax, orada da. Bax, ona mən məyus oluram. Amma bir xoş məyusluqdur da. Yəni, olsa oxumaq istəyən tapacaq. Vurguladığım odur ki, mənim live kodumda olan o 2 videonun 2 ədəd olmasının səbəbi var. Həm OP dünyasından, həm də ki, buna maraq yaradacaq bir şey düşünürəm. İnşallah gələcək, mütləq şəkildə o videolarda gələcək. Amma nə edək ki, bizdə proqramlaşdırmanı öyrənmək istəyənlər tam fərqli düşüncə sahibidirlər.
kurs haqqında son olaraq bildirmək istədiyimə keçid almadan qabaq bir də bir məqamı deyim ki, həqiqətən də nədənsə proqramlaşdırmanı sanki düşünürlər ki, layihə olsa, bax layihədə mənə göstərsələr, mən anlayaram da. Layihədə mən proqramlaşdırmanı öyrənsəm yaxşıdır. Yəni heç proqramlaşdırmanın biraz dövrünü gördümsə, biraz funksiyasını gördümsə, biraz OP-sini gördümsə, bəsdir. Mənə gəlin artıq layihəni göstərin də. Bu bir sizə oxşayır. Mənə maşını ver sürüm. Biləcəm ki, motoru nədən ibarətdir. Biləcəm ki, nə bilim, radiatoru nədir. Ver sürüm də onu. Ay, nə sürmək? Əgər həqiqətən də maşın yaratmaq istəyirsənsə, sürmək nədir? Ver onu, nə bilim, çırpım divara, baxım görüm hansı hissəsi dəyəcək, qırılacaq, hansı hissəsi yox. Bu elə olmur, əsla. Əsla. Çünki birincisi onu deyim ki, mənim yalanım yoxdur. Mən məsələn ilk birinci öz PHP biliklərimi düşünürdüm həqiqətən də. Niyə də layihədə bunu öyrənməyim? O qədər səhvə yol verdim. Mən PHP-də etdiyim bütün səhvləri Python-da eləmədim. Mənim Python-ım tam fərqlidir öyrəndiklərimin arasında. Çünki doğrudan dil öyrənməyin özü bir öyrənməkdir. Və layihə içində heç nə öyrənmirsə, layihə elə bir fərdi yanaşmadır. Yəni mən yazdığım kimi siz yazmayacaqsınız. Siz düşündüyünüz kimi mən düşünməyəcəm. Amma bir düşüncəyə gəlmək üçün, bir kodu düzgün yazmaq üçün ana bilikləri bilmək lazımdır. Sən demə, motor nədir, içi nədən ibarətdir, hansı detalları var, hansı səs çıxanda bu nəyi bildirir. Yəni bu qədər maşın dünyası ilə müqayisə edə biləcək və yaxud da ki, yemək kulinariya dünyası ilə müqayisə edəcək qədər eynilik təşkil edir sözü gedən bu proqramlaşdırma. Yəni, deyə bilməzsən də, bu aşı ver, mən yiyim, mən deyəcəm də, mən deyəcəm bunu necə düzəldirlər. Bu ver makaronu, mən deyəcəm necə düzəldirlər. Belə, yaxşı, sən pişir tez, mən də onu eləyəcəm. Bu belə deyil, bu belə deyil. Nə qədər elə düşünən var, ilahi, bu tam yanlışdır. Layihəni yazmağa gəlib çıxa biləcək bir bacarığa, ideyaya sahib olmalısan. Çünki bu yaradıcılıqdır. Sən bu işin rəssamı olacaqsan. Sən admin hissəsini düşünəcəksən. Sən eyni zamanda istəyəcəksən front-end hissəsi gözəl olsun. Bunlar ikisi bir yerdə gözəl, maraqlı formada işləsin. Onu elə yazasan ki, növbətin yazanda əvvəlki səhvlər də olmasın və s. və ilaxır. Gör, nə qədər layihə yazmalısan ki, bu işin peşəkarı olasan da, səhvi düzgün yerdə tapasan, səhvi özünü ta ki, səhv gəlsin, mən onu tutum deyə yox, səhvin olmamasına gözəl, amma səhv gəlsə belə, sən bilməlisən də ki, sən özün bilməlisən ki, hardadır o məqam ki, mən onu düzgün tutum və kodum dayanmasın. Məsələ ondadır. Layihə ha vaxt, hansı an yazılmalıdır ki, mənim kursda da ana məqsədim ondan ibarətdir. O vaxt yazılır. Hacan, sən artıq yetərincə ən bəsit ideyaları, layihəni qoyun qırağa, ən bəsit ideyaları, bəsit oyunları, bəsit algoritmi, maraqlı ideyanı, sizdən qabaq yazılmış funksional imkanı təzədən özünüz yazasınız. Bu kimi şeyləri biləndən sonra sən ilhamlanırsan, ruhlanırsan, layihəni yazırsan. Yoxsa layihədə bir dənə baxım ki, o autentifikasiya necə elədilir? Şifrə parolu necə yazdı? O həmin layihə üçün elə yazıb. Başqasında elə olmayacaq ha. Məsələ ondadır. Deyəm, baxım, görüm ki, verilənən bazası necə atdı onu. Hə, bildim. Bu belə deyil. Ona görə də ana məqsədim bundan ibarətdir ki, isə PHP, isə Python, isə JavaScript. Layihəyə o vaxt gəlirlər. Hacan bilik, OP dünyası, funksional yazma qabiliyyəti zirvədədir. Deyilsə, layihəni unut getsin. Deyir, göydə bulud, layihəni unut. Əgər proqramlaşdırma səviyyəsi hələ o deyil, güvən səndə yoxdursa, istənilən kodu yaza bilmə. O güvən səndə yoxdursa, bütün layihənin evini yıxarsan, bir mənalı olaraq. Ona görə də ümumiyyətlə bizlər təsəvvür edin, frameworklə istifadə edəndə nə edirik? Çoxsu deyir ki, ay da framework nə yaxşıdır? Bunu tez qoşuram, falan eləyirəm, gedir.
Oy, bu tam başqa bir mövzudur. Onun barədə danışaraq bu o deyil. O deyil. Yəni sən demə, dəfələrlə bir iki dəfə yoxlamışam. Fərdən mənə yazırlar ki, layihə olsa nə gözəldir. Mən dəfələrlə yoxlamışam ki, soruşanda ki, Laravel'da bunu niyə belə yazıb? Və yaxud da ki, soruşanda ki, bu mikro framework var. Bunu necə təşkil edib? Sən bunu tamamlaya bilərsənmi? Bax, o 5 klass qoyub özünün frameworkda işləməsinə. Sən 6-cı klası buna paralel yaradıb eyni onun deyək ki, fabrikinin içində istifadə etdirməyə şərait qura bilərsənmi? Orada çökür millət. Amma nə bilir ki, bu framework'ı yaradan nə maraqlı ideya sahib olub və o ideya bir dənə də özünkünü qatanda olur möhtəşəm. Bu o kəslərə aiddir. Haçan OP dünyasını gözəl bilir. Daha framework'ı yalandan istifadə edib, boşuna layihə yaradıram sözü ilə nəsə məhsul yaratmır. Bu bərbad bir şeydir. Bunu mən təzə başlayanda yaşamışam. Mən bilirəm. Ona görə deyirəm ki, bundan bərbad heç nə yoxdur. Deməli, gələk çıxaq kursa. Çox maraqlı mövzu indi başlayır. Və mənim Kodias kanalımın 2022-dən bugünə kimi yetərincə materialı var ki, fundamental olaraq PHP-dən, JavaScript-dən və Python-dan başlayaq. Mən JavaScript-i tamamlayım, o da olacaqdır və onu da deməli anons edəcəm. Amma indidən deyirəm ki, Python və PHP başlamağa az qalmış bir deməli dönəmdədir. Mən indidən məsləhət görürəm ki, sizlər Discord proqramı nədir bilmirsinizsə, internet doludur. Ondan necə istifadə etmək lazımdır. Mən ümumiyyətlə Discordu bax bu təhsil işində çox sevirəm. Yəni başqa bir proqrama yönəlmirəm. Əgər onlayn tələbələrim varsa və onları fərqli suallarda, fərqli deyək ki, şəraitdə və eyni zamanda hansısa bir paralellik aparmaq istəyirəmsə, mən onu Discordda edirəm. Özü Discord ayrıca səsdir, videodur, keyfiyyətini itirməyən proqramdır. Və bugünkü gün üçün çox səviyyəli proqramlardan biridir ki, sizlər Discordu mütləq yazın ki, mənim Kodias kanalımda nəinki adı məsələ ki, pullu bir kurslar olacaq, eyni zamanda pulsuz olacaq, amma yenə də Discord üzərindən olacaq bizim maraqlı praktiki pulsuz görüşlərimiz olacaq. Amma bunların hamısı Discord üzərindən olacaq. Ona görə də birinci işiniz Discord nədir? Yazın, baxın, tanıyın. Ona dair mən video çəkəsi deyiləm. Elə bir nəyə oxşayır, deyim ki, WhatsApp nədir, dayanın sizə göstərim. İstifadə etməmisinizsə, YouTube'da baxsanız, o nədir, istifadə edib rahat biləcəksiniz. Amma keyfiyyəti videoda və səsdə o qədər gözəldir ki, insan həqiqətən də bundan o təfə bir proqramı istifadə etmək istəmir. Deməli, gəlin başlayaq Python'dan danışmağa. Məsələ ondadır ki, mən Python'ım sıfırdan, necə orada 130 video varsa, yəni sıfırdan ta fundamental biliyə gəlmək üçün hal-hazırda kursum olacaqdır. Yəni bu demək deyil, süni intellekt burada var, data analitika burada var. Bunların hamısı hələ bu fundamental biliyə sahib olanlar üçündür. Bir mənalı olaraq. Və gələcəyinə mən artıq data analitik yönümlü kurs açanda və orada fərqi yoxdur. Mən orada NumPy istifadə edirəm, Pandas istifadə edirəm, Scikit-learn və s. və ilaxır TensorFlow. Söhbət onlarda deyil. Söhbət ondadır ki, bu kimi böyük bir məsələlərə gəlib çıxanda array nədir biləndə Python dünyasında NumPy'ə görə, yəni insan durmasın da. Mən desəm ki, filan şeylə o Python'ı bilmirsə onu eləyə bilməyəcək. Amma hansısa bir modulu import edib və onun bir iki dənə metodunu çağırıb bir iş görəcəksənsə, onun üçün mən sizə lazım deyiləm. Amma mənim ana məqsədim odur ki, mən Python'ı sıfırdan ta bəlli bir yerə kimi, mütləq hamının bilməli yerə kimi birinci fundamental olaraq bilik verirəm. Bax, o nöqtədən sonra insan özü seçəcək və dünyasına keçid alır. Ola bilsin ki, sistem dünyasına keçid alır, ola bilsin ki, data analitikaya keçid alır və s. və ilaxır. Yəni ondan sonra artıq düşünüləcəkdir. İlk birinci bunu demək istəyirəm və Python'ı söhbət abituriyentlərdən getmir. Söhbət proqramlaşdırmanı gözəl bilmək istəyənlərdən gedir. Çünki mənim bütün deyəcəklərim əsas da praktik olacaq. Çünki mənim YouTube kanalımda artıq
gördüyünüz kimi praktika qarışıq. Mənim birbaşa nəzəriyyəm vardır. Yaxşı, pis, çalışmışam ən azı yarım saat, ən çox səhv etmirəmsə 2 saat. Mənim videolarım var. Bu o deməkdir ki, dərs var da, amma praktika. Mən məsələləri qoyub, o biliyi yoxlayıb, mənimlə bərabər çox gözəl yola davam etmək üçün tələbələr istəyəcəksə, mən onlarla işləyərəm. Məsələ abituriyentlikdə deyil. Abituriyent deyilən kəs 1 ilə qədərdir səhv eləmirəmsə, amma bir dil, yəni proqramçı olmaq istəyir. Yəni bir var evdə yemək bişirəsən, evdə yemək bişirən aşpaz deyil. Aşpaz bir sənətdir. Sənət istəyənə yönəlirəm ki, bu 1 ilə öyrəniləsi bir şey deyil. Və yaşından asılı olmayaraq, məndə yaş bir kateqoriyası yoxdur. Yaşından asılı olmayaraq hər kəs qoşula bilər. Python'ın fundamental biliklərindən başlayacaq Codejazda kurs. Gəlin biraz da PHP-dən danışaq və PHP kursu həqiqətən də çox maraqlı olacaq. Çünki siz internetdə nədən istifadə edirsinizsə, 80%-dən çoxu saytların hamısı PHP-də yazılıb. Çox rahat bir dildir. Backend dünyasının deyərdim şahıdır. Nə mənada əgər sən doğrudan ki web layihə yazmaq niyyətindəsənsə. Çünki bu backend ailəsinə aid olan C dünyasının gözəl PHP dili eyni zamanda özündə həm HTML, həm də JavaScript-i ehtiva edir. Möhtəşəm bir şeydir də. Yəni istər-istəməz paralel həm HTML-dən, CSS-dən, həm də ki JavaScript-dən agah olmuş olacaqsan. Mütləq şəkildə, çünki layihən gözəl olsun deyə, layihənin məqsədi yönlü olsun deyə bunları da bilmək lazım olacaq. Fərdi məsələdir ki, OOP dünyasına kimi gələcək. Fundamental biliklərin içində OOP olacaqdır. O qədər gözəl bilmək lazımdır ki, az qala öz framework-ı yaradasan və yaxud da ki, az qala bütün framework-lərdə nələr baş verib bilmiş olasan. Gözəl layihə yazan o kəsdir ki, PHP-də hər şeyi əla bilir və mənim də işim ondan ibarətdir ki, bütün fundamental olaraq bilikləri praktiki olaraq, əsas da odur, praktiki olaraq tələbələrdən yaşamaq. Onlar onsuz da görəcəklər YouTube-da mənim dərsimi, amma praktika, onu yaz, o xoşuma gəlmədi, bunu yaz, yaxşı dəyiş və s. və ilaxır, hər şey görəcəklər. Həqiqətən də hər şey görəcəklər və gələcəyinə istənilən layihəni yazmaq üçün birinci dərk etmək lazımdır. Hərdən çətin olur, düşünür, amma sən də bir yerində elə bir şey anlayır ki, deyir, və salam da bu iş mənimdir. Ona görə də bu kimi şeylər praktikada əldə etmək lazımdır bir məna olaraq və PHP proqramlaşdırma dilini də Codejaz kanalında, yəni Codejaz kursunda biz ayrıca vurğulayacaq və onu da mütləq şəkildə Discordda təşkil edəcəm və istəyəcəm ki, hər kəs, kimlər PHP-yə marağı var, birbaşa sıfırdan, yəni sıfırından fərqi yoxdur. Bu insan gözəl bilir, PHP-ni yaxşı bilir, pis bilir, fərqi yoxdur. Hamı sıfırdan başlayaraqdan axıra kimi istəyir HTML, CSS, istəyir JavaScript qarşısına çıxsa belə PHP-də bunların hamısını düzgün anlamalı və düzgün yerdə istifadə etməlidir. Bax, onda gələcəyinə gözəl proqramçı çıxar ondan. Odur ki, kursda bunlar da mütləq olacaq ta OOP-yə kimi ki, gələcəyinə frameworklərlə gözəl işləsin. Mən gəlin JavaScript-dən də danışım və biləsiniz ki, JavaScript, Python və PHP-dən sonra gələn növbəti mənim kursum olacaq və onu indi hal-hazırda tələsmirəm ona keçid almağa. Niyə? Növbəti videolarım var ki, müəyyən qədər bir video qalıb JavaScript-dən deyim və ondan sonra mən o kursu keçəndə böyle bir şeydir ki, JavaScript yəni ana bir növrə olmalıdır da, elə bir şey yoxdur. React-a keçdi, nə bilim Vue.js-ə keçdi və yaxud da ki, başqa bir library ya da framework-a keçid aldı və dedi, elə orada yazıram, mən hər şey bilirəm. Elə bir şey yoxdur. JavaScript-in ana özəyini bir növrəsini bilməsən və yaxud da ki, TypeScript-ə yönələn biliklərə sahib olmasan, ola bilməz də, ola bilməz ki, sən möhtəşəm, bugünkü görüşün müasir sayılan framework və library olan bir imkana asanlıqla keçid alasan. Mümkün deyil. Çünki bəsit bir şey yazdırsansa bəlkə də qarşına çıxmayacaq. Ciddi və maddiyyatı çox böyük olan, maraqlı olan bir məhsullar yazanda orada artıq
axsayacaqsan. Çünki kimlər reaktə gəlsə, kimlər videoya gəlsə, kimlər angulara keçid alsa, fərqi yoxdur nə istifadə edirsən. Kimlər yuxarı zirvəyə daha da böyük bir şey istifadə etmək istəyəcəksə, binövrə JavaScript-in vanilla JavaScript ən sadə, təmiz JavaScript-dən söhbət gedir. Onu öyrənməlidirlər və JavaScript-in kursunda da ana özəy OPE kimi JavaScript-i göstərməkdir. Ki onu biləndən sonra artıq növbəti bütün dediklərimin növbəti addımı olacaq. Birinci fundamental biliklərdir ki, sonra daha da dərinə keçid alanda və onlara dair asaslı videolar çəkəndə biz ona hazır olaq. Məqsəd odur ki, özəyi gözəl təşkil sağlam olunmuş biliyin gələcəyi gözəldir. Bu ev tikəndə də elədir. Siz binövrəni yalandan qursanız, siz binövrəyə düzgün nəzarət etməsəniz, siz binövrənin hansı təzyiqlərə məruz qalacağını düzgün hesablamasanız, ev çökər. Bir mənalı olaraq çökər və hətta hasar tikən də bunu bilir. Ciddi olaraq çox maraqlı bir şeydir binövrə. Ona görə də proqramlaşdırma dünyasında istəyir Python, istəyir JavaScript, istəyir PHP fərq eləmir. Mənim işim o binövrəni qurmaqdır. O kəslərlə kim ki gələcəyinə gözəl proqramçı olmaq istəyir, yaşından asılı olmayaraq bu işdə qazanc və ad əldə etmək istəyir. Sosial şəbəkələrin bir neçəsinə yazırlar və mən mütləq şəkildə hər kəsə cavab verirəm və bir neçəsi deyir ki, müəllim, mənim 22 yaşım var və ya da ki, müəllim, 25 yaşım var. Məncə mən gecikirəm. Amma istəyirəm də proqramlaşdırmanı. Dəfələrlə söhbət time'da mən bunu ayrıca vurğulamışam yaş barədə. Mənim 50-yə kimi yaşı olan tələbələrim olub və onlar bugün çox maraqlı, həddən ziyadə çox maraqlı yerlərdə işləyirlər və özüm də fəxr edirəm onlarla, həqiqətən. Afərin də bir sözlə. Yəni, hərdən dönüm deyirəm ki, tələbə, həqiqətən, haradaydı məndə o səndəki olan 25 yaş? Nə deyir 25 yaş? Heç nə. 25 yaş əsl belə deyərdim ki, işləyərkən hər şey anlaya biləcəyim bir çağdır. Və burada belə bir şey yoxdur ki, uşağı 8-ci sinifdən qoydum, deməli daha qazandım. Uşaq 25 yaşında, uşaq deyək də ona, 25 yaşında hələ təzə başlaysa proqramlaşdırmaya, o gecikdi. Onda da mən 45-50 heç nə deməyim də, düzdürmü? Belə bir şey yoxdur. Ona görə, baxın, mən kursda yaşa önəm vermirəm. Əslində, nə qədər yaşı mənə qədər çox olsa, bir o qədər yaxşıdır. Ümumiyyətlə, mən sevirəm ki, yaşı ondan sonra olsun. 13-dən yuxarı olması daha yaxşıdır ki, dərk eləyir də bir çox şeyi. Dərk etmək lazımdır bu işdə. Sonra eyni zamanda improvizasiya etmək lazımdır. Nəysə fərqli yazmaq lazımdır. Ona görə bu biraz yaş istəyir, yaş. Yəni əzbərçilik istəyirsənsə bunu istənilən yaşda eləmək olar. Yox, potensial üzə çıxsın istəyirsənsə biraz gözləmək lazımdır və 25 yaşdayam deyənə və onun kimi hər kəsə deyirəm ki, 22-dən ta nə bilim 45-ə kimi deyək ki, ən azı 45. Çünki 45 yaş heç nədir o kəslər bilir ki, kimlər ki çoxdan 45-i keçib. 45 sizin 25-dəsində. Həmin o 25-ə deyirəm ki, heyf ki mən o 25-də həmin o 25-in qədrini hamı kimi bilənmədim. Həqiqətən bu 25-də düşünür ki, geclik deyil. Mən Kocaz kanalında yaşa baxmıram. Bir məna olaraq baxmıram. Amma alqışlayıram ki, haradasa 13-dən çox ola. Çünki burada nə lazımdır? Burada səmimi olaraq sevgi lazımdır proqramlaşdırmaya. Məni valideyn çox gətirməsin. Bu proqramlaşdırmaya mən gəlim. Sağ olsun valideyn ki, mənə bu işi görməkdə maddi bir təməl olaraq mənimlə bərabərdir. Nə xoş. Amma məni çəkən valideyn yox, məni çəkən istəyim, ruhum olsun. Bax, belə kəslər olsa nə gözəl, nə maraqlı olar. Amma hər şeyin öz vaxtı var. Sadəcə iradə, həmişə deyirəm Kocaz kanalında, iradə. Bu işdə oturdun axır kimi görmək istəyi və iradəsi olmalıdır. Oldusa nə gözəl. Bu işin içində məhəbbət varsa, bu mütləq alınacaq. İndidən vurğulayıram, Kocaz kursunda ev tapşırıqları yoxdur. Olmayıb, olmayacaq.
bir mənalı olaraq mənə evdə kod yazıb nəsə göstərməyinizə ehtiyac yoxdur. Mənim yanımda o kodu yazdın, nə xoş. Yazmadın, çatdırmadın gələn dəfə. Yəni ümumiyyətlə mənim tələsmək deyə bir məqsədim yoxdur. Məsələn, 6 aylıq kursların tələsmə səbəbi var. 6 aya bunun hamısını yaxşı pis 70% ən azı göstərməlidir. Mən tələsmirəm. Mən demirəm mənim kursum 6 aydır. Mən demirəm mənim kursum 20 aydır. Mən deyirəm ki, mən başladım. Və mənimlə nə qədər praktika versəm, o qədər yazmaq lazımdır. Evə tapşırıq yoxdur. Heç istəmirəm də. Mənim yanımda yaza bilməyəndən sonra gedib evdə 100 dənə yazsa nə fayda? Düzdürmü? Çünki mən həmin o menecer əvəzi, həmin o direktor əvəzi, mən sizlərə çox danışmışam ki, nə əzazil direktorlarım, nə əzazil menecerlərim olub, necə onlar mənim bütün yazdıqlarımın elə üzərindən xət çəkibləri, deyiblər, belə yox, mən istəyən filan şey olsun. Dönüb deyəmirsən ki, bu əvvəldən də deyə bilmərsən. Eyni zamanda bunu artıq öyrənirsən, sən də artıq bir polada dönürsən, sən də artıq pişirirsən bu işin içində. Mənim də işim ondan ibarətdir ki, həmin onları az qala yaxşı pis təmsil edəm. Bilərlər ki, kodu ola bilsin ki, tələsikdə nəsə istəyə bilərlər sizdən, ideya birdən dəyişə bilər, sənin kodun buna hazırdırmı ya yox? Mən evə tapşırıq vermirəm o səbəblə ki, mənimlə hər şey dərsdə yazacaqlar. Bir mənalı olaraq və bütün mənimlə işləyənlər biri ilə də işləyəcək, mənlə də işləyəcək. Mənim işim proqramlaşdırmaya sevgini artırmaqdır. Tələsə kimsə peşəkar olmaz. Əgər 6 aya nəsə öyrənmək istəyirsə, Azərbaycanda kurslar doludur. Bir-birindən gözəl. Bir-birindən gözəl. Mənim işim praktikadır. Yaz ki yazasan. Mənim işim sizi düşündürməkdir. Alındı nə gözəl. Çünki mən artıq nə varsa Kod.az kanalında yetərincə informasiya artıq nəzəriyyə kimi, praktika kimi, səhvlər toplusu kimi qoymuşam. Mən rahatam. Mən isə istəyirəm bu praktikanı yaşamaq istəyən və sağlam müddətini proqramlaşdırmaya verən kəslərə birbaşa proqramlaşdırma nədir göstərim. Və buna həqiqətən də məhəbbətləri olacaq. Çünki praktikada hər şey tam fərqlidir. Mən demək olar ki, kurs mövzusuna keçid almağa az qalıb, amma sadəcə mənim lap bu ilin əvvəlində yadınızdadsa söz vermişdim ki, işlərimdən biri də Kod.az kanalının, deməli, Kod.az saytın müəyyən formada bir saytın dəyişilməsi və daha informativ olmasıdır. Bir də ki, yaxşı pis ona yönəlmək istəyirəm, onu da özümə təşkil etməksən və salam. Bu arada da PHP-yə dair az sayda bir video qalıb, Python-a dair çox az sayda video qalıb, müəyyən yetərincə video qalıb JavaScript-də. Onları tamamlayacağım. Amma indidən də bu vaxt ərzində sonuncu dəfə bir xanım əlaqə saxlamışdı məndən. Dedi ki, müəllim, siz başlamayana qədər mən təzədən videolarınıza baxacağım. Təzədən o praktika, o problemlər nələrdirsə onlara yönələcəm ki, maksimal hazırlıqlı olum. Və deyirəm, necə istəyirsiniz, əslində düzgün addımdır. Nə xoş, nə gözəl ki, bunu siz təqdim etdiniz. Çünki Azərbaycanda xanımlar proqramçı olaraq sayı artmaqda davam edir. Gözəl bir şeydir valla. Xanım proqramçı tam başqa bir şeydir. Orada məsuliyyət daha çoxdur öz aramızdır. Və mən elə o xanımın sözünə qüvvət deyə bilərəm ki, mən nə qədər ki başlamamışam, sizi maraqlandıran proqramlaşdırma dilinin bütün videolarına indidən baxıb yaxşı pis başlaya bilərsiniz. Niyə? Çünki mən birbaşa maraqlı səpkidə praktikadan başlayacağım və eyni zamanda nəzəriyyəni bir daha yada salmış olacaqsınız. Ona görə də Kod.az kanalında nə videolar varsa, bu sizə həqiqətən də bilmək üçün, bu işin peşəkarı olmaq üçün və eyni zamanda gələcəkdə praktikada, kursda gözəl kod yazmaq üçün bir dərslikdir, bir ayrıca təlim videodur. Bunu bildinizsə, baxdınızsa nə gözəl. Özümün məqsədi yönündə elə bir misallar verəcəm ki, mən yoxlayacağım nə qədər yaxşı baxıb, nə qədər baxarkən çox yazıb, bu maraqlıdır. Amma
dediyim kimi, evdə niyə işləmədin? Ay, nə bilim, niyə hazır eləmədin ev tapşırığını və bu kimi şeylər olası deyil. Mənimlə işləyəcəksiniz. Mənimlə. Bir mənalı olaraq. Amma aydın məsələ ki, buna qədər qoyduğum videolar sizə köməkdir, başqa heç nə deyil. Yəni, hansı mövzuda mənlə praktikada axsadınızsa, bilirsiniz. Elə bir video var ki, qayıdıb ona baxacaqsınız. Sonunda gəlin bir daha onu vurğulayım ki, mənim Kozyask kursumda ayrıca elə günlər olacaq ki, tamamən pulsuz, toplu şəklində görüş və kodlara dair müzakirələr, yazmalar və s. və axır olacaqdır. Bunun da ayrıca bir günü müəyyən ediləcəkdir. Öncədən anons edəcəm bütün mümkün ola biləcək mənim sosial səhifələrimdə, şəbəkədə. Bilərsiniz ki, həqiqətən də hansı gündə, hansı mövzunu bizlər toplaşıb danışa bilərik. Proqramlaşdırma olaraq və mən özüm çalışacağım ki, eyni zamanda kursa dair videoları da yaxşı pis yerləşdim ki, biləsiniz, nə maraqlı əslində proqramlaşdırmanı öyrənmək olar istəyənə və gələcəyinə artıq nə, necə, neçəyə, hansı vaxt, hansı imkanla, deyək ki, neçə dəfə və s. və axır bunlar mütləq vurğulanacaqdır. Mənim son addımım qalıb ki, Kozyask kanalının saytını müəyyən qədər dəyişim, bax bu dediklərimi orada yerləşdirim və başlayayım. Mən başlamayana qədər siz artıq videolara bir daha baxıb başlaya bilərsiniz. Belədir ki, çox yaxın zamanda görüşürük inşallah. Kozyask kanalına abunə oluruq və bütün nələr varsa video olaraq qaçırmırıq. Dost tanışa da sövq edirik ki, abunə olsun və sayımız artmaqda davam eləsin. Sağ olun, sağ salamat.